Salam, hər vaxtınız xeyir əziz xanımlar. Yenə mən gəldim, yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Bu vlog gecikmiş vlogdur yenə də. Təxmini ayın 5-i, 6-sı və 7-si çəkilən bir vlogdur. Ayın 5-i kargom gəlmişdi Trendyoldan. Düzdür, bilirsiniz, mən kargo videoları ayrı çəkirəm, amma Temu kargolarının videolarını ayrı çəkirəm. Bu isə Trendyoldan gəlib bu kargom. 2 sifarişim bir arada gəlib. 100 manatlıq sifariş etmişdim. Ondan müəyyən hissəsi gəlib, bir məhsul isə gəlməyib hələ. Yəni göstərir ki, Azərbaycana gəlib, amma ki Gəlal məntəqəsinə gəlib çatmayıb. Yəni bu çəkilişi edəndə elə göstərirdi. Təbii ki, daha bir gün sonra gəldi. Mən də getdim, götürdüm. Onun da kargo açılımını çəkmişəm. Onu isə bu videonun ardıca göstərəcəm sizə. İndi isə keçək bu kargomuza. İlk məhsuldan başlayaq. Nədir bu qızlar? Bu Golden Rose'un esensal tuşudur. Endirmə düşmüşdü və tuşum da bitdiyinə görə anında sifariş verdim və çox münasib qiymətə almışdım. Qiymətini burada qoyacağım. Yadımdan çıxıb, baxıb yəqin ki, burada qiymətini qeyd edəcəm. Açdım qızlar, çox bəyəndim, yəni istifadə etmişəm artıq. Çox razıyam. Mən alanda ucuz idi, indi biraz bahalaşıb. Hətta elə indicə qızlar montajı dayandırıb girdim, baxdım qiymətinə. Hal-hazırdakı qiyməti 9 manat 8 qəpik idi. Mən isə alanda bunun qiyməti 6 manat 18 qəpik idi. Endirmə düşmüşdü və elə dərhal endirmə düşdüyünü görən kimi sifariş etdim. Çünki ehtiyacım var idi tuşa, yəni bitmişdi tuşlarım. Gec-gec istifadə etdiyimə görə bəzi 2 tuşum var idi. Biri qurumuşdu, biri isə tamamilə bitmişdi. Ona görə də sifariş etdim görən kimi. Və digər məhsul isə yenə də Flormardan Tanami sifariş etmişdim. Flormarda endirimlər var idi, Flormar firmasında. Ona da baxdım, elə ən münasib qiymətə bunu gördüm. Bundan məndə olub. İstifadə etmişəm, çox da razı qalmışdım. Ona görə də təkrar sifariş etdim. Həcmi balaca olsa da mən gec-gec istifadə etdiyimə görə bu mənə xeyli bəs edəcək, yəni gedəcək xeyli müddət. Ona görə də balaca bir həcmli olan ölçüsünü götürdüm ki, yəni bitərsə təkrar yenə də sifariş edərəm. Burada da göstərirəm, tətbiq edib görəsiz ki, necə gözəl dəriyə oturuşu var. Heç hiss olunmur ki, əldə Tanami var. Örtücülüyü də, kapatıcılığı da çox gözəldir. Qiyməti isə hal-hazırdakı qiyməti 8 manat 28 qəpik idi. Mən isə bunu alanda 3 manat 49 qəpik almışdım. Çox-çox aşağı qiymətə endirmə düşmüşdü və görən kimi dərhal onda sifariş etdim, çox bəyəndim. Belə qızlar, bu isə nədir? Deyəcəksiniz, bu nədə almısan? İnanın, mən heç özüm də bilmirəm bu nə deyə bunu göndəriblər mənə. Mən əslində 3 dənə şampun sifariş etmişdim. Daf şampunu 600 mg olan 3 ədəd şampun sifariş etmişdim. Onun əvəzinə mənə bunu göndəriblər. Şəklini də qoyacağım, nə şampunu necə bir set sifariş etdiyimi. Həmən bu gördüyünüz qızlar üçlü set idi. Çox münasib qiymətə düşmüşdü. Üçü bir arada 13 manat 68 qəpik. Çox həvəslə gözləyirdim ki, yəni çox münasib olduğuna görə sifariş etmişdim. Həvəslə gözləyirdim və təəssüf ki, gəldi. O da belə oldu. Şampun əvəzinə mənə başqa bir şey göndəriblər. Və anında da dediyim kimi yazdıq və pulunu geri qaytardılar. Bu corabı da yəni dedilər ki, qalsın, geri qaytarmağa ehtiyac yoxdur. Təəssüf ki, şampunlar gəlib çıxmadı bir sözlə. Və növbəti qarqomu isə, yəni sifarişim nədir bu qızlar? Bu hamam dəstidir. Bunu
sandığa qoymaq üçün almışam. Bilirsiniz də, mən xonçalıq əşyalar alıram indidən. Yəni bilməyənlər üçün deyirəm. 3 oğlum var, evlənməli. Onlar üçün indidən yavaş-yavaş bir şeylər alıb yığıram sandığa. Və bunu da sandığa qoymaq üçün almışam. Bunun mən alanda 46 manat neçə qəpik idisə, endirim 52 manatdan düşmüşdü 46 manata və sifariş etdim və indiki hal-hazırdakı qiyməti isə 48 manat 58 qəpikdir, səhv etmirəmsə. Burada tam açıb göstərə bilmirəm, amma səliqəsi pozulmasın deyə tam açıb göstərmirəm, amma burada şəklini qoyuram ki, görəsiniz necə bir şeydir. Çox bəyəndim, yəni keyfiyyətini çox bəyəndim, ürəyimcə oldu. Bir dənə hamam dəsmalı var içində, belə bir kisə qoyublar, içində var. Və sonra bir dənə də əl üz dəsmalıdır və xalatıdır, hamam xalatı və üstündə də əlavə olaraq, hədiyyə olaraq süngər qoymuşlar. Gördünüz də bəyək süngər qoyublar, bir də daraq qoymuşlar hədiyyə olaraq. Çox sağ olsunlar. Bu məhsuldan çox razı qaldım. Burada tam açmasam da, özüm açmadım ki, sonra yığa bilmərəm. Yəni səliqəsini pozulmasın deyə belə göstərirəm, amma şəklini orada qoyuram ki, tam necə göründüyü, necə bir şey olduğunu görə biləsiniz. Belə kapşonludur. Kənarları da işləmə belə krıjıvalıdır. Bunun da hər rəngi var idi. Hər rəngi yox, səhv etmirəmsə ağ və bu belə rozu rəngi idi. Mən bu rozu rəngini götürdüm. Və bayaq dediyim kimi qızlar, 100 manatlıq sifariş etmişdim, amma ayrı-ayrı, yəni 2 dəfəyə sifariş etmişəm. 50 manat bir, 50 manatda bir sifariş etmişəm. Bu xalatla bayaq gördüyünüz tuş 50 manatlıq sifariş oldu. Yəni elə etdim ki, bilirsiniz, yəni Trendyolda 50 manatdan yuxarı kargo pulsuzdur. Sifarişlərdə kargo pulsuz olur. Ona görə də çalışdım ki, 50 manatlıq sifariş edim ki, kargo pulu ödəməyim. Və belə ona görə də bu hamam dəsti ilə tuşu bir yerdə almışam. Digər indi görəcəksiniz başqa sifarişlər var. Onu isə endirimlə promokod var idi. İyun 30 promokodu, 30% endirimlə. Digər sifarişi də hələ aldım və elə hədiyyələrini də burada xalatın üstündən qoydum. Elə necə gəlmişdi, elə də qoydum, götürmədim. Dedim, elə qalsın. Və belə qızlar. Və burada bayaq, yəni videonun başlığından da bildiyiniz kimi ad günü, yoldaşımın ad günüdür, ayın 7-si. Onun üçün də Faberlikdən bir dənə belə ətir sifariş elədim. 50 mg ölçüsündə. Burada açmıram, çünki burada hələ ad gününə 2 gün qalmışdı. İstəmədim açım, dedim özü açar. Ona görə göstərə bilmədim. Çox gözəl ətri var, yəni qoxusu yoldaşımın xoşuna gəldi və təbii ki, bir tək o deyildi. Üstündə də əlavə olaraq bundan öncəki vlogda görmüşdünüz, yoldaşım üçün ayaqqabıdır, telefon kabrosudur, köynəkdir, belə şeylər də əlavə edib hədiyyə etmişdim ona. Və bu da həmən o dediyim 100 manatdan olan bir sifariş, həmən o kargodan bir sifarişi ayrı göndərmişdilər. O bir gün gecikmə ilə gəlmişdi. Yəni bu çəkiliş növbəti gündən olan çəkilişdir. Bu da yenə də sandıq üçün almışam. Bu nədir qızlar? Pinjama dəstidir. Yəni pinjama deyəndə yəni ev geyimi də demək olar. Əsasda yəni pinjama sayılır. Bunu da Trendyoldan almışam. Bunu da yenə də endirimlə aldım. Mən alanda bunun qiyməti 25 manat 22 qəpik idi.
İndi isə baxdım, yəni yenə də montaj dayandırıb girib baxdım. 28 manat 66 qəpik olub qiyməti. Amma yenə də düşüb qiyməti, bir ara qalxdı. Yəni mən alandan sonra 30 neçə manata, 32 manata qədər qalxmışdı qiyməti. İndi yenidən biraz düşüb qiyməti. Yəni sifariş etmək istəsəz, hal-hazırda endirimdədir. Belə bir maykası var idi qırmızı rəngdə. Və belə şortiki var üstündə üçlü dəsti. Bunu da yenə də burada şəklini qoyacağım, necə göründüyünü və bir də şalvarı var. Üstü belə kalpli, nə deyirlər, print, ürək printli götürdüm. Bu belə bir damaşnikdə almışam, eftərliyi. Onu isə çoxdan Temu'dan almışdım. Onun üçün də fikirləşirdim ki, bu damaşniki alarkən fikirləşdim ki, ona da uyğun bir ev geyimi alaram, ya pinjamaya ev geyimi alaram. Və evdə var idi tərlik, onu da videoların birində göstərərəm. Yəni hər ümumiyyətcə belə pinjamalar alanda ona uyğun tərlik də alıram, bilirsiniz. Bununki artıq almışdım mən öncədən. Və belə yenə səliqəsi pozulmadan qatladım, yenidən qoydum yerinə. Belə az-az əlimə düşdükcə, yəni evdə uşaqlar verir, yoldaşım verir, yığıram, birikdirirəm pulumu, az-az belə sandıq üçün bir şeylər alıb yığıram yavaş-yavaş. Ki sonra mənə çətin olmasın, vaxtı çatanda bilim ki, evdə nələrsə almışam. Geyim olaraq da ölçü olaraq da SM ölçülər götürürəm həmişə. Düşünürəm ki, ondan aşağı ölçü ya yuxarı ölçü olmaz, elə o ölçü uyğun gələr. Və belə qızlar, bu da artıq ayın 7-sidir, iyun ayının 7-sidir. Yoldaşımın ad günü çəkilib bu video. Həmən günü bilmirəm, yadınızdadırsa, leysan tökdü, yağış dəhşət yağış yağırdı. Və belə biraz belə çəkiliş etdim, yəni yağış yağan gündən. Hətta burada indi görəcəksiniz. Elə bil ki, necə deyirlər, vedrə ilə tökürdüm də yağışı göydən, o dərəcədə güclü yağırdı. Və mən də bu arada evdə hazırlıq görürdüm yoldaşım üçün. Gördüyünüz kimi çöldə qiyamət qopurdu, yağış leysan tökürdü. Mən isə evdə belə öz işimdə yoldaşım üçün tort hazırlayırdım. Biskvit tortu hazırladım. Mağazadan almadıq bu dəfə, istədim özüm hazırlayım. Belə içi bol bananlı, meyvəli bir biskvit tortu hazırladım. Tort töküntüyə də fikir verməyim burada. Tort hazırlayırdım deyə aləmi vurmuşam bir-birinə. Və arasına bir tək şokolad çatmırdı. Yəni hər şey var idi evdə tortu hazırlamaq üçün. Bircə damla şokolad yox idi. Onu isə tortu hazırlayıb, yəni tortu artıq kəsəndə almışdım damla şokolad və belə üstünə səpərək yedik ki, dadı yaxşı olsun. Xoşlayıram ki, tortun içində bol damla şokoladı bol olsun və belə qoz falan çox olsun. Təəssüf ki, hər şey var idi, bir tək damla şokolad yox idi. Onu da aldım ki, ev yox kəsəndə üstünə səpərək yeyərik. Və belə üstünə də burada şəkər kirşanı səpdim. O da nəsə xoş görüntü yaranmadı, amma daha sonra bu çiyələk nəmindən şəkər kirşanı yoxa çıxdı. Burada da hətta indi görəcəksiniz, artıq üstündən süfrəni falan hazırlamışam. Görürsünüz, burada artıq kirşan yoxa çıxıb, yenə də normal bir görüntü alıb. Bir sözlə qızlar, belə yüngülvari bir şeylər hazırladım. Yoldaşım düzü heç istəmirdi ki, deyirdi ki, heç nə hazırlamam. Mən də yenə də yüngülvari də olsa bir şey hazırladım. Mimoza salata hazırladım və belə
biber salatı hazırladım. Bir də aş dəmləmişdim, döşəmə plov eləmişdim. Bir sözlə çox şey etmədim, çox bir şey hazırlamadım. 2 cür salat, tort və döşəmə plov oldu. Çünki onsuz da heç kim olmayacaqdı ad gündə, özümüz idik. Ona görə də belə yüngülvari belə deyək, yola verdik ad günü. Və əsas yəni odur ki, nəsə bir şeylər, yəni qeyd etdikdə bir sözlə ad günü. Amma axşama doğru belə artıq oturanda qonşularımız sağ olsun gəldilər təbrikə. Onlarla bir yerdə oturduq, qeyd elədik ad günümüzü və burada az, yəni başım qarışıq idi işə gücə, çox çəkiliş edə bilmirdim, çox az çəkmişəm hər şeydən biraz. Fuad da bizdə idi, burada artıq hazırlaşırıq tortu söndürməyə, tortu kəsməyə. Fuad babasının əvəzinə tortunu kəsir. Düzdür, üstündən xeyli keçib, ürəyimdən keçən hər bir arzu, diləyimi çatdırmışam. Amma yenə də buradan təkrar istəyirəm deyim, ürəyimdən keçən arzularımı. Allah uzun ömür, can sağlığı versin həyat yoldaşıma. Allah onu başımızdan əskik etməsin. Həmişə var olsun, uzun, sağlam ömür olsun inşallah. Ən böyük arzum can sağlığıdır. Çünki mən fikrimcə ən böyük arzu, dilək elə bir kəsə sağlıq arzulamaqdır. Can sağlığı ən önəmlidir bu həyatda. Və Allah ona hər zaman belə sağlıqlı, sağlam həyat yaşamağı nəsib eləsin. Və heç vaxt nə edim, necə edim deməsin inşallah. Və belə qızlar, burada da görürsünüz tortumu kəsəndən sonra çox dadlı alınmışdı əslində. Belə tortumun üzərindən damla şokolad da səpdim ki, dadlı olsun. Və belə son olaraq da tortumuzu kəsdik, çayımızı içdik və ad günümüz yekunlaşdı. Daha sonra da təmiz, yəni yığışdım, toparladım ortalığı, sildim, süpürdüm, təmizlədim, qabları yudum və işim bitdi. Günümüz də belə sona çatdı. Və elə videom da burada sona çatır. Bu da o deməkdir ki, sağollaşmaq vaxtıdır. İnşallah sevərək, bəyənərək izlədiniz videomu. Bəyəndinizsə like etməyi də unutmayın və abunə deyilsinizsə abunə də olun ki, növbəti vloqlardan xəbərdar olasınız. Və inşallah növbəti vloqda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.